mən yəni efirdən də demişəm, yenə də buradan efirdən. Aha. Kim oxuyur, oxusun. İcazə verirəm. Amma bir şey nəzr deyim, yəni bilsinlər. Yəni neçə müğənni görmüşəm. Yəni mən icazə verirəm də görürsünüz. Gözdə bütün mahnılarım, hansını istəyirlər oxusunlar. Aha, şərtiniz var amma, hə? Yox, şərtim zadım yoxdur. Aha. Bir nöqsan var, onu deyəcəm, yəni eləməsinlər. Çox xahiş edirəm, eləməsinlər. Bir də görsən, bu mənim oxumuşam, bu mənim arxivimdir, düzdürmü? O mənim minisovkalarım, bu mənimdir də, arxivdir. O toxunmaq olmaz da arxivdir. Bəli. Bir də görsən, mənə deməmiş, gedirlər, mənim mahnımı götürürlər, oradan səsimi götürürlər. Aha. Aranjmanımı mənim götürüb, gedib onun üstünə oxuyurlar. Olmaz, buna qəti mən icazə vermirəm. Sizin minusun üzərində? Mənim minusumdan götürürlər, oxuyurlar. Bu mənim arxivimə toxunur da, buna olmaz toxunmağı, bu mənimdir. Onu eləməsinlər, yenidən yazılsınlar. Qətiyyən, kim oxuyur, geçsin aranjman eləsin. Eşidirsiniz də? Aranjman eləsin, hansı mahnını oxuyur, oxusun. Heç mənə deməsin, oxusun. Onsuz xalq hamısı bilir də, söhbət ondan deyir. Amma mənim minsafıma olmaz, çox xahiş edirəm, toxunmasınlar. Aydındır. Özləri aranjman eləyib oxusunlar.